Hamımız üçün keçmiş olsun əlbəttə ki. Ümumiyyətcə, bəlkə indi hansısa bir səhvimizi söyləsək, biraz yanlış fikirlə söyləyə bilərəm. Çünki maça yenidən baxmaq lazımdır, oyuna yenidən baxmaq lazımdır. Və qarşımızda çox fiziki güclü, texniki güclü, taktik güclü bir komanda var idi. Və çox istəkli bir komanda var idi. Və futbolçular da bəlkə Liverpooldan sonra biraz həyəcan komandada daha çox idi, futbolçular daha çox idi. Biz bunu əlaqəstə ilk hissənin başlanğıcında bunu hiss etdik və ola bilər gözləmədiyimiz 2 gol həmən gördük qapımızda və bundan sonra futbolçular demək olar ki, biraz knockdown aldılar, nakavta düşdülər və sonra özlərini ələ almaq biraz gec oldu və rəqib də bu imkanlardan maksimum istifadə etdi. Amma yəni bugün biz rəqibin gücünü zaten bilirdik, amma bugün tam canlı bildik. Hətta bizim düşündüyümüzdən daha da keyfiyyətli bir komanda idi. Və belə hallar olur ümumiyyətlə futbolda. Dünya futbolunda biz görmüşük, böyük komandalar, böyük klublarda belə hesablı məğlubiyyətlər olub. Və bugün bizdə 2 oyun demək olar, həm Liverpoolda, həm burada belə bir məğlubiyyətlə üzləşdik. Amma hər bir halda çox böyük bir yol gəldik, uğurlu bir yol gəldik biz bugünə kimi. Bu həqiqətən böyük bir turnirdir. Buradakı komandaların çəkisi çox yuxarıdır. Hər bir halda futbolçularıma təşəkkür edirəm. Sağ olsunlar ki, bugünə kimi bizlərlə oldular və əlbəttə ki, bütün azarkeşlərimizə, bütün Sportnet izləyicilərinə hər birinizə təşəkkür edirəm ki, bugünə kimi bizlərlə oldular. Söyləməyim bəlkə biraz düzgün çıxmaz. Əlbəttə ki, belə oyunlara biz daha yaxşı şəraitdə hazırlaşmağı istəyərdik və daha bizim boş günümüz olmasını istərdik ki, məşq sayımız bu rəqibə qarşı hazırlığımız daha çox olsun. Ən azından bir 3-4 məşqimiz olsun. Amma yəni, bu səviyyəyə gəlib çatmışsansa, o qrafikə uyğunlaşmalısan, o qrafik sənə mane olur deyə belə fikirləşməlidir. Amma hansısa bir məqamda, məsələn, indi Neftçindən oyun məsələn təxirə saldıq, sağ olsunlar. Yenidən biz onlara müraciət elədik, yenidən ikinci müraciət edəndən sonra razılaşdılar. Amma ən azından yəni bizim real baxsaq, əlbəttə ki, onların ustalığı bizdən daha yuxarıdır. Ona görə bizə daha çox hazırlaşmaq lazım gəlir. Bunu meydanda, bunu məşqdə. Buna vaxtımız az olurdu. Amma hər bir halda yəni illərdir belə bir təcrübə ilə gəlmişik. Sadəcə bəzən elə rəqiblər olur ki, görsən dediyini, düşündüyünü, istədiyini meydanda göstərməyə sənə imkan vermirlər.